Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsində Avtovağzal metrosuna 150 metr məsafədə yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsində 4 otaqdan ibarət, kubçalı, yəni çıxarışlı, gözəl panoraması olan bir mənzilimiz satışa çıxıb. Bu mənzili sizə təqdim etmək istəyirəm. Buyurub baxa bilərsiniz. Bura evin blok hissəsidir. Gördüyünüz kimi blokdur. Blokdan daxil oluruq evin içərisinə. Bura evin dəhliz hissəsidir. Dəhlizdən sol tərəfdə mətbəx yerləşir. Evin təmiri zəifdir. Yəni təmirsiz evdir. Mənzil daha doğrusu. Bura mətbəx hissəsidir. Buradan gördüyünüz kimi gözəl bir panorama açılır. Sumqayıt, Bakı Sumqayıt trasıdır. Metro ilə məsafəsi 150 metrdir. Mətbəxdən eyvana buradan çıxış var. Buyurun, baxın. Kombi istilik sistemi, yəni mərkəzidir. Mətbəxdən eyvana çıxışda qonaq otağına da giriş var. Onu göstərim sizə, biləsiniz, bu eyvan hissəsi burada gördüyünüz kimi təmiri yaxşıdır eyvanın və buradan zala giriş var və mən hal-hazırda mətbəxdən dəhlizə qayıdıb və qonaq otağını sizə təqdim edirəm. Dəhlizdən qayıdırıq. Giriş qapısı ilə üzbəüz gördüyünüz kimi evin, mənzilin giriş qapısı ilə üzbəüz daxil oluruq qonaq otağına. Ev təcili satışa çıxıb, yəni təcili, yəni qiymətindən, real qiymətindən ucuz qiymətə satılır. Qonaq otağı hardasa olar təxminən bir 28 kvadrata yaxın. Buradan daxil oluruq yataq otaqlarının birinə. Onu da bildirim sizə ki, bu hissədə gördüyünüz kimi bu hissə eyvan olub. Eyvanı birləşdirib qatıblar yataq otağına. Buradan gözəl bir mənzərə şəhər hissəsinə açılır. Mənzilin, buyurun, baxın. Bura Şamaxınkadır. Bakı Sumqayıt trası və mikrorayon. Şamaxınkadakı binalar. Avtovağzal metrosu da gördüyünüz kimi bu hissədir. Baxın, bu ağaclıqların arasında çıxış Avtovağzal metrosunun giriş var buradan. Və Avtovağzalın binaları da görünür. Yataq otağından çıxırıq qonaq otağına. Qonaq otağından daxil oluruq dəhlizə. Dəhlizdən daxil oluruq digər bir yataq otağına. Daha doğrusu burada bir yataq otağı olub, onu da açıb birləşiblər eyvana, pəncərəsini bağlayıblar. Niyə görə bağlayıblar ki, buranı ambar kimi, yaskılat kimi istifadə etmək üçün. Əslində, yəni kubçada bura yataq otağı kimi təqdim olunur. Və üçüncü yataq otağına daxil oluruq. Bura üçüncü yataq otağıdır. Buradan da bir daha təkrar eyvan olub və eyvanı açıb birləşdirirlər otağa. Bu otaqdan da panoramanı sizə təqdim edirəm. Buyurun, baxın. Gözəl panoraması var. Hörmətli izləyicilər, bir daha təkrar edirəm. Ev yerləşir Biləcəri qəsəbəsində Avtovağzal metrosunun düz yanında 150 metr məsafədə 9 mərtəbəli binanın 7-ci mərtəbəsi, lift daimi işləyir, kommunalları öz yerində. Gözəl mənzərə ilə təcili satışa çıxdığına görə bu evin ilkin qiyməti 130 min manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkür edirəm sizə görə.